Salam, hər vaxtınız xeyir olsun. Bugün şifahi xalq ədəbiyyatından danışacağıq. Şifahi xalq ədəbiyyatı bilirik ki, ümumiyyətlə ədəbiyyatımızın iki qolu var: yazılı ədəbiyyat və şifahi xalq ədəbiyyatı. Yazılı ədəbiyyat həm də müəllifli ədəbiyyatdır, amma şifahi xalq ədəbiyyatı isə şifahi şəkildə dildən dilə ötürülən janrlarla əhatə olunmuşdur, hansı ki və müəllifsiz ədəbiyyatdır. Şifahi şəkildə yaranmışdır. Və ta qədim dövrlərdən ərsəyə gəlmişdi şifahi xalq ədəbiyyatı. Və buna ağız ədəbiyyatı da deyirlər, çünki adından göründüyü kimi həm şifahidir, həm də ağızdan ağza keçərək yayılmışdır. Şifahi xalq ədəbiyyatına folklor da deyilir. Folk ingiliscə xalq deməkdir termin. Lore isə yəni bilik, hikmət, müdriklik mənasında, anlamında gəlir. Və şifahi xalq ədəbiyyatı dedikdə nə nəzərdə tutulur? Bizim xalqımızın tarixi, mədəniyyəti, mənəviyyatı, həyat tərzi, adət-ənənələri haqqında böyük bir, zəngin bir materialdır da deyək. Əsas qaynaqlardır. Yəni şifahi xalq ədəbiyyatı. Xalqımızın tarixi, psixologiyası, hər bir şeyi orada əks olunub. Və təbii ki, folklor nümunələri də şifahi xalq ədəbiyyatında bir-birindən fərqli və belə deyək də, xalqın təfəkkürünə uyğun olaraq yaranan, meydana gələn janrlardır. Hansı ki, şifahi xalq ədəbiyyatındakı janrlar xalqın zəkasından, xalqın təfəkküründən doğur. Və təbii ki, ideya cəhətdən də çox zəngindir, hətta əsrlərin sınağından çıxıb. Yəni belə deyək, əsrlərin sınağından çıxmış janrlarla zəngindir. Bir də ki, biz deyirik ki, şifahi xalq ədəbiyyatı yəni onun əsasını xalq durur. Çünki xalqın ağızdan ağza yaratdığı bir ədəbiyyatdır və təbii ki, poetik tutumu xəlqiliyi ilə də seçilir. Şifahi xalq ədəbiyyatında insan taleyi ilə bağlı düşüncələr, vətənpərvərlik, humanizm, arzu və istək, sevgi, nifrət, müxtəlif psixoloji xüsusiyyətlər və yaxud da ulu babaların tarixi dönəmlərdə üzləşdiyi mühüm hadisələr öz əksini tapır və ictimai siyasi hadisələrə belə münasibət öz əksini tapır. Bədii həllini tapmışdır. Və təbii ki, şifahi xalq ədəbiyyatının ən böyük tarixi deməli nümunəsi, hansı ki, abidə, Kitab-ı Dədə Qorqud hesab olunur. Kitab-ı Dədə Qorqud dastanları daha doğrusu hesab olunur. Və Kitab-ı Dədə Qorqud dastanı vasitəsilə biz bilirik ki, Azərbaycan xalqının tarixi çox qədimdir. Dastandakı obrazların xüsusiyyətləri, konkret tarixi şəxsiyyətlərlə bağlı haqqında fikirlər də vardır. Onların məsələn özlərinə məxsus xüsusiyyətləri, bir-birinə fərqli obrazlar, hansı ki bizim tariximizi bizə daha da yaxınlaşdırır və daha da sübut edir ki, Azərbaycan xalqının tarixi nə qədər necə bir xüsusiyyətə malikdir. Və təbii ki, əsərdə də Oğuz türklərindən danışılır və Oğuz türklərinin tarixi, coğrafiyası, yaşadığı ərazilər, kökləri, etnoqrafiyası kimi xüsusiyyətlər öz əksini tapır. Bir də Azərbaycan folkloru öz kökləri, öz tarixi etibarilə ümumi türk şifahi xalq ədəbiyyatının tərkib hissəsidir. Yəni Azərbaycan şifahi xalq ədəbiyyatı gördüyümüz ümumi türk şifahi xalq ədəbiyyatının bir tərkib hissəsi, ortaq bir tərkib hissəsi sayılır. Və ümumi şifahi xalq ədəbiyyatı ki var, türk xalqlarının yaratdığı şifahi xalq ədəbiyyatı ilə ortaq cəhətlərə malikdir. Və qədim türk bədii təfəkküründə hansı ki miflər, dastanlar xüsusi yer tutur, dastanlarla bərabər miflər də xüsusi yer tutur. Və bu da ümumiyyətlə ortaq cəhətlərə malik olduğuna görə Azərbaycan şifahi xalq ədəbiyyatı digər türk xalqlarından demək olar ki, bu deməyə əsas verir ki, ümumi türk ədəbiyyatı ilə şifahi xalq ədəbiyyatı, Azərbaycan şifahi xalq ədəbiyyatı vahid bir kökə bağlıdır. Və Azərbaycan folklorunun da təbii ki, həyata əks etdirmə üsulları var ki, lirik, epik, dramatik növləri vardır və ədəbi növlərin də şifahi xalq ədəbiyyatında da özünə məxsus xüsusiyyətləri var ki, bilirik ki, lirik növ tərənnümlə bağlıdır, epik növ təsvir təhkiyə, dramatik növ isə yenə də əyani göstərmə üsulu orada öz əksini tapır. Yəni yazılı ədəbiyyatının lirik, epik, dramatik növü olduğu halda şifahi xalq ədəbiyyatının da lirik, epik və dramatik növləri vardır. Və bir də müxtəlif ədəbi növlərin janrlarında şifahi xalq ədəbiyyatına deməli
aid olan ümumi, yəni ortaq, birləşdirən bir cəhətlər vardır və təbii ki, məzmun və forma da baxımından fərqli xüsusiyyətlərə də malikdir. Belə, indi keçək əsas lirik növə. Baxın, lirik növ biz bilirik ki, şifahi xalq ədəbiyyatının lirik növü də zəngindir və həyata əks etdirmə üsuluna görə bir orada sanki hiss, duyğular, həyəcan öz əksini tapır. Emosional bir növdür də, yəni deyək. Çünki lirik növdə axı tərənnüm əsasdır, düzdür? Tərənnüm əsasında durur. Ona görə də biz də deyirik ki, hiss, həyəcanlar, təəssüratlar öz əksini tapır bu lirik növün janrlarında. Lirik növün holavarlar və sayaçı sözləri şifahi xalq ədəbiyyatının ən qədim janrları hesab olunur. Niyə? Çünki əmək nəğmələrdir. Əməklə bağlı olan nəğmələr hesab olunur. Heyvandarlıqla, əməklə bağlı olan. Çünki biz bilirik ki, tarixdən də bilirik ki, ən qədim dövrdə insanlar əməklə məşğul olub və əməklə məşğul olduqlarına görə işlərini yüngülləşdirmək üçün müxtəlif nəğmələr söyləyirdilər. Və bunlardan da biri holavarlar və digəri isə sayçı sözlərdir. Holavarlar sırf əkinçiliklə, xış, kötan, nə bilim, iri buynuzlu heyvanlarla bağlı olan nəğmədir. Amma sayçı sözlər isə sırf olaraq qoyunçuluqla, baxın, qoyunçuluqla bağlıdır və qoyunçuluqla çoban daha doğrusu sayçı sözlər çox vaxt söyləyir, çünki qoyunçuluqla bağlı olan nəğmələrdir. Və holavarlarda isə əkinçi cütçü öz ağır əməyini yüngülləşdirmək üçün müəyyən ritmli, ahəngli olan nəğmələr demişdir. Daha sonra baxın, hər biri 7 hecalı, 4 misralıdır çox zaman. Burada bir nümunə verilib. Öküz, öküz, xan öküz, dırnaqları qan öküz. Baxın, öküz, mal və yaxud da kötan, xış, hodak, bu tipli olan sözlərə rast gəlirsinizsə, bunlar holavarlardır. Çünki əkinçiliklə, xışla, kötanla və s. bu xüsusiyyətlərlə xarakterik olan bir janrda holavarlar. Sayacı sözləri isə qoyunçuluqla məşğul olan insanların nəğmələrdir və sayacı sözlərində kəndli həyatında qoyunçuluğun baxın böyük əhəmiyyəti göstərilir. Nəyi? Böyük əhəmiyyəti göstərilir. Çoban ailəsinin rifahını, bax rifahının yəni o deməkdir ki, rahatçılığını təmin edən qoyuna, rifahını yəni çoban ailəsinin hansı ki onların ehtiyaclarını ödəyən qoyuna müraciət edilir və xeyir, bərəkət gətirməsini rəğbətlə danışılır. Yəni, orada inanılır ki, qoyun bir heyvan olaraq onlara xeyir, bərəkət gətirir. Bax, əsas məqamlar bunlardır. Və keçək mövsüm nəğmələrinə. Mövsüm bilirsiniz ki, hər hansı bir fəsillə, ilin hər hansı bir vaxtı ilə bağlı olan nəğmələrdir və mövsüm nəğmələri hesab olunur bunlar və ilin müxtəlif fəsilləri ilə bağlı olan nəğmələrdir. Yaz, yay, payız, qış haqqında təsəvvürləri əks etdirir. Baxın, indi diqqətlə qeyd edeyim burada. Deyir ki, günəşi çağırmaq məqsədi ilə gün çıx mövsüm nəğməsi ifa olunub. Bir də qodu-qodu nəğməsi isə uzun zaman yağan yağışın kəsməsi üçün. Bəzən testlərə düşür ki, uzun zaman yəni yağmayan yağışın yağması üçün xeyr, səhv bir fikirdir. Uzun zaman yağan yağışın kəsməsi üçün keçirilən mərasim nəğməsidir. Yəni mərasimdə ifadə olunub, üzrlü sayın mövsüm nəğməsidir, mərasimlərdə ifadə olunub. İl quraqlıq keçəndə isə yağış çağırma mərasimləri qurulurdu. Nəğmələr oxunarmış. Bax, bu xüsusiyyətlər, saydığım xüsusiyyətlər mövsüm nəğmələrinə aiddir. Yazın gəlişi, el bayramına çevrilmiş el şənliklərində Novruzla bağlı baxın nəğmələr də mövcuddur, ifa edilmişdir. Daha sonra xalqın məişət və güzəranı ilə bağlı mövsüm nəğmələri tamam başqa xüsusiyyətlərə malikdir. Amma məişət nəğmələri tamam başqadır. Məişət nəğmələri ailə məişət daxilində istifadə olunan, məişət əsnasında istifadə olunan nəğmələrdir. Amma mövsüm nəğmələri isə bildinizlər, fəsillər əsasında yaranan nəğmələrdir. Və bu mərasim nəğmələri də təbii ki, qədim insanlar tərəfindən müxtəlif mərasimlərdə ifadə edilmişdir. Baxın, məsələn, deyək ki, elçilik, nişanlanma, daha sonra üzrlüsən, bu mərasim nəğmələrindən danışıram. Amma dediyim məişət nəğmələri laylalar və oxşamalardır ki, hansı ki, ailə məişət daxilindədir. Amma mərasim nəğmələri isə sırf başqadır. Mövsüm nəğmələri sırf
sırf başqadır. Mərasim nəğmələri isə sırf olaraq hər hansı bir mərasimdə həyata keçirilir, oxunur. Təbii ki, buna toy və yas nəğmələri daxildir. Amma yəni dediyimiz məişət nəğmələri isə tamam başqa şeylərdir. Bəzən mərasim və məişət nəğmələrini qarışdırırlar, amma qarışdırmaq olmaz. Hərəsinin öz funksiyası var. Mərasim nəğmələri məsələn, toy nəğmələrindən danışaq ki, şən, şadlıq vaxtlarda, şən əhval-ruhiyyədə oxunur, elçilik, nişanlanma, bəzi hansı ki, bizim adətlərimiz var, həmin adətlərdə mərasim nəğmələri oxunur. Və toy nəğmələrinə də təbii ki, xalqımızın, baxın, ailə, məhəbbət, sədaqət kimi mənəvi dəyərlərindən söz açılır. Yeni qurulan ailənin xoşbəxtliyi ilə bağlı diləklər ifadə olunur. Bax, əsas məqamlar bunlardır. Və mərasim nəğmələrinin bir növü də hansı ki, onun əksi olan ağlardır. Ağları edilər də deyirlər və yaxud da bunun təbii ki, yazılı ədəbiyyatdakı oxşarı nədir? Mərsiyədir. Yəni, qəsidənin bir növü olan mərsiyədir. Çünki məzmunca oxşuyurlar bir-birlərinə. Məsələn, hər hansı bir insanın ölümü, faciəsi ilə bağlı nəğmələrdir və mərsiyəyə oxşarlığı buradan götürə bilərik. Və bu nəğmələrdə təbii ki, doğma adamın ölümündən doğan dərin kədər və qəm hissləri ifadə olunub, amma mərsiyələr isə müqəddəs şəxsiyyətlərin ölümü üçün yazılır, oxunur. Və bir də məişət nəğmələri isə təbii ki, laylalar və oxşamalar hesab olunur. Bayaq da qeyd elədik, laylalarla oxşamaların məzmun fərqləri çox bir-birlərindən, yəni fərqlidir də, məzmun fərqləri var. Amma bəzən laylalar və oxşamalar formaca bir-birinə oxşaya da bilər, oxşamaya da bilər. Və hər ikisində, laylalar və oxşamalarda ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı ümid arzular öz əksini tapır. Yəni, baxın, laylalar və oxşamalarda hər ikisində, hər ikisində ananın körpəsinə məhəbbəti, övladının gələcəyi ilə bağlı arzular, ümidlər öz əksini tapır. Amma oxşamalar ayrılıqda körpəsini əyləndirən, əzizləyib oynadan ananın oxuduğu nəğmələrdir. Və oxşamaya bəzən nazlama da deyilir, bilirik. Oxşamalar, baxın, ikilik və dördlük şəklində olur. İkilik, dördlük. Amma layla ikilik olmur. Və laylalar da ki, yəni bilirsiniz də məzmunca ananın övladını yatırması üçün, yəni onun tez yuxuya getməsi üçün həzin oxunan nəğmələrdir. Və qəhrəmanlıq nəğmələrinə keçək. Qəhrəmanlıq nəğmələri də təbii ki, qəhrəmanlıq şücaətlə, mərdliklə, igidliklə bağlı olan o məzmunu daşıyan nəğmələrdir və xalqın igid oğullarını düşmənlə döyüşə, qəhrəmanlığa səsləyir. Və qəhrəmanlıq nəğmələrinə biz Kitabi-Dədə Qorqud Koroğlu kimi qəhrəmanlıq dastanlarında sərkərdə, xalqın qəhrəmanı, yəni xalqın qəhrəmanı kimi bu nəğmələr, yəni hansı ki, öz silahdaşlarını orada tərifləyir. Məsələn, Koroğlu dastanında hansı ki, öz silahdaşlarını tərifləyir, igidliyə, şücaətə, döyüşə çağırır, sanki səsləyir, bir müsbət ideyalar aşılayır və düşmənlə döyüşə, elə bil ki, onda bir, necə deyim, həvəs yaradır da. Yəni, bu qəhrəmanlıq nəğmələri. Və qəhrəmanlıq nəğmələrindən də keçirik bayatılara. Bayatılar nədir? Bayatılar, baxın, kövrək, həzin duyğuları və səmimiyyəti, məhəbbəti insanın könül dünyasına əks etdirən folklor nümunələridir. Kövrək, həzin duyğuları, səmimiyyəti, məhəbbəti insanın könül dünyasına əks etdirən lirik folklor nümunələridir. Düzdür, bayatılar həcmcə kiçik olur, amma həcmcə kiçik olsa da bayatılarda dərin mənalı fikir ifadə olunur və bu, həmçinin şifahi xalq ədəbiyyatının epik növ janrı olan atalar sözləri üçün də xarakterikdir. Çünki atalar sözləri də balaca olur, yığcam olur, amma çox dərin mənalı bir fikir etibar edir atalar sözləri. Bayatılarla oxşar cəhəti məzmunca ola bilər. Və bu xırda, yəni poetik nümunələrin də özünə aid mövzuları var. Məsələn, insan məhəbbəti, vətənin müqəddəsliyi, vüsal, ayrılıq, həsrət duyğuları ilə dolu bir, yəni janrdır. Və vətən sevgisi, vətən həsrətinə bəhs edən bayatılar, baxın, bir, budur. İkincisi, məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar. Üçüncüsü isə
mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar. Deməli, 3 növü var da, belə deyək. 3 məzmunda yazılır. Vətən sevgisi, vətən həsrətindən bəhs edən bayatılar. 1, 2, məhəbbət, ayrılıq, həsrət haqqında bayatılar. Üçüncüsü isə mərdlik, mübarizlik, qorxmazlıq haqqında bayatılar. Təbii ki, 4 misradan 7 hecadan ibarət olur. Şifahi xalq ədəbiyyatının lirik növünün çox janrları əsasən 7 hecalı olur, 4 misralı olur. Və qafiyələnməsi isə A, A, B, A və bu həmçinin bayatıya da məxsus bir xüsusiyyətdir. Toy nəğmələri, yas nəğmələri və s. yəni dörtlük tipində yazılan şifahi xalq ədəbiyyatı lirik növün janrlarına yəni xas xüsusiyyətdir də. 7 hecalı və qafiyələnməsi eyni olması. Bir də ki, onu qeyd edeyim ki, bayatılar formaca sabit, yəni forma etibarilə sabit olur. 4 misra 7 heca. Amma məzmunca dəyişkən janrdır, bayaq qeyd etdim. Vətən sevgisi, vətən həsrəti və s. Bayatı həm forma, həm janr kimi çıxış edir. Və bu bilirsiniz nə deməkdir? Hər hansı bir 4 misralı şeir yazılır, deyirlər ki, hə, bu bayatı formasında yazılıb. Bax, bu forma kimi gedir, həm də janr kimi çıxış edir və biz bunu Məsnəviyə də aid edirdik. Məsnəvi tam olaraq bir janr deyil, amma forma kimi çıxış eləyirdi. Düzdür? Klassik yazılı ədəbiyyatdakı Məsnəvi. Və lirik növün mahnı janrı, mahnı da var. Özünə məxsus təbii ki, xüsusiyyətlərindən fərqlənir. Mahnının nəğmələrdən fərqli cəhəti onun mahnı ilə, yəni musiqi ilə müşahidə olunmasıdır. Mahnı nəğmələrdən bir qədər cavan versiyadır. Niyə? Çünki nəğmələrdən çox-çox sonra yaranıb. Bax, Qaragilə, Apardı sellər saranı, İrəvanda xalq qalmadı kimi digər mahnıları biz ona sübut edə bilərik. Məsələn, orada xalqın sevinci, kədəri, ən zərif duyğuları. Baxın, bayatılarla mahnının oxşar xüsusiyyətləri var. Baxın, digər mahnılarda xalqın ruhu, sevinci, kədəri, zərif duyğuları. Bayatıda da kövrək, həzin duyğuları. Bunları yəni bir-birlə müqayisə edib oxşada bilərsiniz. Belə, məhəbbət də öz əksini tapır, həmçinin bayatıda da məhəbbət öz əksini tapırdı. Zərif duyğular, xalqın ruhu, sevinci, kədəri mahnıda öz əksini tapırdı, bayatıda isə könül dünyası, həzin duyğuları, səmimiyyəti və s. bu kimi xüsusiyyətlər öz əksini tapırdı. Və epik növə keçək. Epik növ janrları əfsanə, rəvayət, lətifə, atalar sözü, məsələlər, tapmaca kimi, yəni bu janrlarla zəngindir. Epik növ ümumiyyətlə şifahi xalq ədəbiyyatı zəngin bir növdür janrlarla. Və folklorun qədim janrlarından biri əfsanədir. Və qədim janrlarından niyə görə əfsanədir? Çünki əfsanələrdə bir qədər ağlasığılmaz, möcüzəli, fantastik kimi xüsusiyyətlər təcəssüm edir və qeyri-adi hadisələrdən danışılır. Məsələn, insanın, sanki burada təmsili oxşuyur, insanın daşa, heyvana çevrilməsi, dağların, güllərin dil açıb danışması, bu xüsusiyyəti ilə biz onu yazılı ədəbiyyatdakı epik növün janrı olan təmsili oxşada bilərik. Çünki təmsildə də təşxis var, yəni əşyaların canlandırılması var. Və əfsanələrdə müxtəlif planetlər, əşyalar, heyvan və quşlar insana xas olan əlamətlərə malik olaraq danışır. Və əfsanələrin də müxtəlif növləri var. Heyvan və quş adları ilə bağlı zoonomik əfsanələr, yer adları ilə bağlı toponomik, yəni toponimlər də coğrafiyadan bu termin çoxuna tanışdır. Toponimlər, yəni toponomik əfsanələr, tayfa, xalq, nəsil adları ilə bağlı əfsanələr, etnonomik, yəni etnoqrafiyasına bağlı da həmin o xalqların əfsanələr, səma cisimləri ilə haqqında əfsanələr isə kosmogonik əfsanələr gedir. Belə. Və oda inam, quşa tapınma, bax, oda inam, quşa tapınma motivləri ilə öz əksini Səməndər quşu əfsanəsində tapıb. Oda inam, quşa tapınma motivləri. Əfsanəyə görə Səməndər quşu balalarının qanad açıb uçduğunu görəndə sevincindən polad dimdiyinin çaxmaq daşı olan caynağına vurur, polad dimdiyini və yəni ondan sonra onun qovdan olan tükü alışır və yanır. Özü də külə dönür. Bax, Səməndər quşu əfsanəsində bu qeyd olunur. Baxın, oda inam. Hansı ki, biraz burada inanc var da. Və rəvayətlər də təbii ki, əfsanələrə bir qədər oxşuyur, amma əfsanələrdən fərqli olaraq rəvayətlərdə bir qədər real zəmin öz əksini tapır. Aha, deməli, dediyimiz kimi rəvayətlərdə bir tarixilik mövcuddur, real zəmin əsasında qurulur, əfsanədən fərqli olaraq və rəvayətlərdə
tarixən baş vermiş hadisələr və həmin hadisələrin bir şəxsiyyətlə bağlılığı etibar olunur. Real həyat hadisələri öz əksini tapır. Və və biz bunu yazılı ədəbiyyatda oçerklə də bir qədər oxşada bilərik azca. Çünki oçerkdə də faktiki real həyat nümunələri öz əksini tapırdı. Həmçinin xatirədə də var real həyat nümunələri. Məişət nağıllarda var ki, reallıq orada mövcuddur. Çünki məişətlə bağlıdır. Nəysə. Tarixi şəxsiyyətlər, yer adları ilə bağlı rəvayətlər çox geniş yaranıb. Deməli, tarixi şəxsiyyətlər qeyd edək, tarixi şəxsiyyətlər və yer adları ilə bağlı olan rəvayətlərdir. Buna məsələn Nuh peyğəmbər, Tomris, Astiaq, tarixi və əfsanəvi şəxsiyyətlərin adı ilə bağlı, həyatı, fəaliyyəti ilə bağlı rəvayətlərdir. İndi lətifəyə keçək. Lətifə isə cəmiyyətdə, ailə və məişətdə, insan xarakteri və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir və biz də bunu yazılı ədəbiyyatdakı satirik şeirlərə oxşada bilərik. Sanki bir nöqsanları tənqid edir. Yumor da var, satira da var. Yəni bir növ bilirik ki, yumor necə gülüşdür, yumşaq bir gülüşdür, amma satira öldürücü gülüşdür. Lətifə də həmçinin şifahi xalq ədəbiyyatı nümunəsi olan lətifə də ailə məişətdə, insan xarakter və əməllərində müşahidə olunan nöqsanları tənqid edən əsərlərdir. Və bir də onu deyim ki, baxın, bu da deyir ki, ailə məişət. Məişət nəğmələri də həmçinin, yəni məişət nəğmələri öz yerində biz dedik ki, mərasim nəğmələri məişətlə bağlıdır. Bax, lətifədə də ailə, məişət sözü var. Ailə məişətdə insan xarakter əməllərində müşahidə olunan nöqsanları tənqid edir. Və baxın, yumor, satira, yəni sarkazm da özünü göstərir. Yəni öldürücü gülüş və yumşaq gülüş də özünü göstərir. Bu yazılı ədəbiyyatı üçün, yəni yazılı ədəbiyyatın bir sıra janrları üçün xarakterikdir. Xalq arasında Molla Nəsrəddin, Bəhlul-Danəndə ilə bağlı lətifələr geniş yayılıb. Molla Nəsrəddin və Bəhlul-Danəndə. Atalar sözü məsəllər. Dediyim kimi, atalar sözü ibrətli, müdrik, məzmun ifadə edən yığcan bitkin ifadələrdir və bayaqları onu bayatına müqayisə etdim. Bu nümunələr xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin ümumiləşmiş ifadəsidir. Yəni, bunun kökündə çox böyük həyat təcrübəsi durur, o deməkdir. Və atalar sözlərinə müdrik sözlər, qanadlı sözlər kimi başqa adlar da deyilir. Və hikmətli xalq örnəklərinə verilən yüksək qiymətlə bağlıdır. Yəni, buna müdrik söz, qanadlı söz deyilməsinin səbəbi budur. Çünki hikmətli sözlərdir. Və atalar sözü və məsəllər müdrik ifadələr olsalar da, təbii ki, onların arasında bir sıra fərqlər mövcuddur. Məsələn, məsəllər və atalar sözü yığcamdır, düzdür, amma məsəllər atalar sözü qədər böyük bir dərin məna ifadə etmir. Məsəlin mənasını, məzmununu bilmək üçün ondan əvvəl hər hansı bir epizodun mənasını, məzmununu bilmək lazımdır və yaxud da lətifənin məzmununu bilmək lazımdır. Çox zaman hansı o deyirləri şifahi xalq ədəbiyyatı nümunəsidir ki, onun sonu başqa bir şifahi xalq ədəbiyyatının janrına çevrilir. Bu məsəllə lətifədir. Yəni lətifələrin sonu çox zaman məsələ çevrilir. Bu deməkdir. Və iş insanın cövhəridir kimi atalar sözünə məsələn rast gəlirik biz. Deyirik ki, iş insanın cövhəridir deyəndə, yəni iş insanı daha da qüvvətləndirən, daha da onu həvəsləndirən, həyat fəaliyyətini daha da necə deyim, aktivləşdirən yəni bir şeydir də iş. Ona görə də yəni bunun məzmununu özü kiçik olsa da məzmunu daha genişdir. Yəni bu anlama gəlir ki, atalar sözünün məzmunu daha genişdir. Və keçirik deməli tapmacaya. Epik folklorun geniş yayılmış nümunələrindən də biri tapmacalardır. Tapmacalarda baxın, müəyyən əşya və hadisə haqqında üstü örtülü şəkildə məlumat verilir. Əşyanın məcazi təsviri öz əksini tapmalıdır orada. Yəni, bir əşyanın məcazi təsviri və onun əlamətlərinin, xüsusiyyətlərinin təqdim edilməsi əsas yer tutur.
Və baxın, tapmacanı hərfi mənada anlamaq, dərk etmək mümkün deyildir. Bu sadəcə səhv yoldur. Tapmacanın cavabını tapmaq üçün obrazlı təfəkkür və məntiqi düşüncə tələb olunur. Deməli, obrazlı təfəkkür və məntiqi düşüncə əsas tələb olunur. Tapmacalar daha çox məzmunca qoşmanın məzmunca növü olan qıfıl bəndə bənzəyir. Belə. Epik növün digər janrlarından biri yanıltmacdır. Baxın, yanıltma sözündən götürülüb, yanıltmacdır da. Yəni burada hər hansı bir sözü deyərkən təkrarlanır və nitqin daha səlis olması üçün istifadə olunur da. Nitqin, yəni uşaqlar üçün nitqi daha da qüvvətləndirmək üçün, daha yaxşı etmək üçün yanıltmacılardan istifadə olunur. Hansı ki, dildə insan yanılır, təzədən deyir onu. Yəni təzədən yenidən təkrar edir. Və həm nəzm, həm nəsrlə yazılır. Tapmacalar da həm nəzm, bəzən nəsrlə olur. Yanıltmacılar da həm nəzm, həm nəsrlə yazılır. Belə. Və yanıltmacılar eyni səsin oxşar səslənən sözlərin söz birləşmələrinin sırası, əvəzləməsi prinsipinə əsaslanır. Yanıltmac hansı prinsipə əsaslanır? Deməli, yanıltmac həm nəzm, həm nəsr şəklində olur. Eyni səsin, baxın, eyni səsin oxşar səslənən sözlərin söz birləşmələrinin sırası, əvəzləməsi prinsipinə əsaslanır. Və bu janrdakı olan nümunələr yumoristik məzmuna malik olur. Həm tapmaca, həm lətifə yumoristik məzmuna malik oldu. Epik folklorun da ən qədim janrlarından biri, ən qədim nağıllardır. Bayaqları biz epik növə başlamamışdan qabaq dedik ki, əfsanələr necə idi? Qədim janrlar hesab olunur, düzdür? Amma nağıl isə ən qədim janrdır epik növün. Və insanlar qədim dövrlərdən yaratdığı nağıllar dildən dilə keçərək dəyişmiş, zənginləşmiş dövrümüzə kimi gəlib çatmışdır. Bax, nağıllarda bütün hadisələr əsas qəhrəmanla bağlı olur. Qəhrəman əksər hallarda da ideallaşdırılır. Bax, bu nağıl janrından xas xüsusiyyətdir. Bütün hadisələr əsas qəhrəmanla bağlı olur və ideallaşır. Çünki nağılda bir qədər süjet biraz böyük olur. Qəhrəman əksər hallarda bütün çətinlikləri, baxın, əksər hallarda yazılıb. Bütün çətinlikləri dəf edir və şər qüvvələri qalib gələrək öz arzusuna çatır. Nağıllar mövzu, məzmun etibarilə 3 yerə bölünür. 3 yerə: heyvanlar haqqında nağıllar, sonra sehirli nağıllar və məişət nağılları. Heyvanlar haqqında nağıllar, sehirli və məişət nağılları, heyvanlar haqqında olan əfsanələri də dedik biz, zoonomik əfsanələr. Nağıllarla əfsanələrin belə oxşar xüsusiyyəti var. Deməli, formaca yox, məzmunca. Və onların hər birinin də özünə məxsus xüsusiyyəti var ki, məsələn, heyvanlar haqqında nağıllarda daha çox haqsızlıq, ədalətsizliklə mübarizə motivləri yer tutur və orada heyvanlar 2 qrupa bölünür. Xeyri və şəri təmsil edən heyvanlar. Sehirli nağıllarda isə qəhrəman öz arzusuna çatmaq üçün adi şər qüvvələrlə deyil, bax, adi deyir, şər qüvvələrlə deyil, cin, div, əjdaha kimi məfhumi varlıqlarla, ifritə kimi sehirli qüvvələrlə mübarizə aparmalı olur. Yəni, sehirli nağılların heyvanlar haqqında nağıllardan fərqi budur ki, sehirli qüvvələr olur orada. Və burada nağılın qəhrəmanına xeyirxah sehirli qüvvələr, simruk quşudur, uçan xalçadır, yəni bunlar kömək edir, köməkçi vasitələr də olar. Və bir də məişət nağıllarda baxın, həyatda baş verən, baxın qeyd olunub, həyatda baş verən real hadisələr təsvir olunur. Bunu biz rəvayətə də bir qədər oxşada bilərik, düzdür? Bu nağılların qəhrəmanları çox zaman sadə, təvazökar, xeyirxah, fərasətli olurlar. Yadda qalsın bu hissələr. Onlar həyatda çətinliklə qarşılaşırlar. Baxın, onlar həyatda məişət nağıllarının əsas qəhrəmanları həyatda çətinliklə qarşılaşırlar, yoxsulluq içində yaşayırlar və belə nağılların qəhrəmanları öz arzularına çatmaq üçün mübarizə aparır, dara düşən insanların köməyinə yetişir və çətin sınaqlardan da üzə ağ çıxaraq öz bacarıqları ilə şər qüvvələrə qalib gəlirlər. Bəli. Belə. İndi keçək. Düzdür, aşıq yaradıcılığından da danışmaq olar. Çünki aşıq yaradıcılığından, belə deyək də, aşıq yaradıcılığı da şifahi xalq ədəbiyyatının bir, amma müəllifli ədəbiyyat olan hissəsidir, belə deyək. Amma aşıq yaradıcılığındakı olan janrlardır, qoşmadır, gəraylıdır, bayatıdır, nə bilim, təcnis olsun. Onları biz keçən dəfəki mövzumuza danışmışıq.
Belə, dramatik növdən danışmaq istəyirəm. Dramatik növ bu janrlarda xalq oyunları və xalq tamaşaları, şəbihlər daxildir. Yazılı ədəbiyyatında dramatik növü var, amma şifahi xalq ədəbiyyatının dramatik növü tamam başqa cür, yəni öz xüsusiyyətləri ilə seçilir. Xalq oyunları, baxın, xalq oyunları, xalq tamaşaları və şəbihlər daxildir bura. Və onların hər birinə aid nümunələr də bizim dövrümüzə kimi gəlib çatmışdır. Baxın, xan oyunu var ha. Xan oyunu da elə deməli xalq oyunlarından birinə aiddir və bir də xalq tamaşaları da var. Dediyimiz kimi tamaşa da bilirsiniz də, yəni insanların bir yerə toplaşıb seyr etdiyi bir tamaşadır. Yəni meydanda yığılırlar və seyr edirlər və bu xalq tamaşasıdır. Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tamaşası isə, bax bu əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş tamaşadır. Və bu tamaşada tənbəlliyin tənqidi, əməyə rəğbət hissi, yəni oyadılması öz əksini tapır. Bu tamaşanı diqqətlə nəzərimizdə saxlayaq. Şəbihlər nədir? Şəbihlər də dini tamaşalardır və bu tamaşalar daha çox məhərrəmlik mərasimləri ilə bağlı olur. Yəni şəbihlər dini tamaşalar hesab olunur, dinlə bağlıdır və məhərrəmlik mərasimi ilə ifadə olunur. Görürsünüz, hər hansı bir mərasimlə bağlıdır da, düzdür? Yəni dramatik növün şifahi xalq ədəbiyyatında yəni şəbihləri biz, bu şəbih tamaşalarını biz